Salam dəyərli abituriyentlər. Bu gün biz sizinlə blok imtahanına az qalmış müddətdə ümumi təkrarlara başlayırıq. Əvvəlcə bizim ilk mövzumuz olan kimyanın ilk anlayışları mövzusundan sizə belə 39 sualdan ibarət olan bir PDF hazırlamışam. Bu sualları işləyərək uşaqlar siz ilk anlayışlar mövzusunu tamamilə təkrar edə bilərsiniz. PDF əldə etmək istəyirsinizsə aşağıdakı əlaqə nömrəsinə yaza bilərsiniz. Gəlin əvvəlcə ilk sualımızdan başlayaq. Bizə ilk sualda cisim və maddə anlayışlarını bir-birinə fərqləndirməyə veribdir. Biz öyrənmişdik ki, maddə materiyanın kütlə və həcmə malik olan bir hissəsi idi və ətrafımızda gördüyümüz bütün cisimlər isə maddələrdən təşkil olunurdu. Gəlin bir-bir variantlara baxaq. A variantında X-ı, yəni cismi masa verib, Y-i maddəni oksigen verib. Biz görürük ki, masa cisimdir, oksigen də maddədir. Deməli, bizim doğru cavabımız olacaq A variantı. Gəlin digər variantlara da baxaq. X su verib, maddə olacaq. Y hidrogen verib, maddə olacaq. C variantında oksigen maddədir, toxum cisimdir. D variantında stəkan cisimdir, masa cisimdir. Y variantında bitki yağı maddədir, su isə maddə olacaq. Buna görə də bizim doğru cavabımız oldu A variantı. Gəlin ikinci suala baxaq. Bəsit maddələri müəyyən edin. Biz öyrənmişdik ki, bəsit maddələr eyni növ atomlardan təşkil olunurdu, mürəkkəb maddələr isə müxtəlif növ atomlardan təşkil olunurdu. Yəni bu nə deməkdir uşaqlar? Biz görürük ki, oksigen, yəni O2, O-dan təşkil olunur, oksigen və oksigendən təşkil olunur, eyni növ atomdan ibarətdir. H-xlor isə hidrogen və xlordan, yəni müxtəlif növ atomlardan ibarət olduğuna görə biri bəsit, digəri isə mürəkkəb olacaq. B variantında su mürəkkəbdir, N2, yəni azot isə bəsit olacaq. Buna görə də B-ni də çıxdıq. C variantında gördüyümüz kimi hidrogen eyni növ atomdan təşkil olunur. Oksigen də eyni növ atomdan təşkil olunduğunu az öncə qeyd elədik. Buna görə də bizim doğru cavabımız olacaq C variantı. Üçüncü suala baxaq. Mürəkkəb maddələri müəyyən edin deyir. Uşaqlar, biz nə dedik? Dedik ki, bəsit maddələr eyni növ atomlardan təşkil olunur, mürəkkəb maddələr isə müxtəlif növ atomlardan təşkil olunur. Buradan da görürük ki, birincidə verib NH3. NH3 olduğuna görə iki müxtəlif atom var, azot və hidrogen atomu, deməli mürəkkəb maddə olacaq. İkincidə N2 verib, bəsit maddə olacaq, çünki eyni növ atomdan təşkil olunub. Üçüncüdə HNO3 verilib. Biz görürük ki, 3 müxtəlif atom var burada. Deməli, üçüncü də mürəkkəb maddə olacaq. Dördüncüdə isə kükürdür ki, o da eyni növ atomdan təşkil olunur. Bu da bəsit maddə olacaq. Bizim doğru cavabımız oldu 1 və 3 B variantı. Dördüncü suala baxaq. Bəsit maddələr verilmişdir. Bizə birinci verilib his. His karbonun bir formasıdır uşaqlar. Buna görə də hissə yazırıq karbon. Ozon oksigenin əsas tərkib hissəsi kimidir. Buna görə də ozonun təşkil olunduğu maddə oksigen. Qrafit karbonun əsas tərkib hissəsidir. Artıq karbonu yazdığımız üçün ikinci dəfə təkrar yazmamıza ehtiyac yoxdur uşaqlar. Oksigen yenə oksigenin əsas tərkib hissəsidir. İkinci dəfə yazmamıza ehtiyac yoxdur. Qırmızı fosfor isə fosforun əsas tərkib hissəsi olduğuna görə uşaqlar P şəklində yazılacaq. Bu maddələrin tərkibində neçə kimyəvi element daxildir deyirsə, deməli neçə kimyəvi element olacaq uşaqlar? 3 kimyəvi element olacaq. Hələ ki, suallarımız sadədir. Getdikcə suallarımız mürəkkəbləşəcək uşaqlar. Bunlar həm 1, həm də 4-cü qrup səviyyəsindədir. Amma artıq suallarımız sona doğru getdikcə biraz daha mürəkkəbləşib 4-cü qrup səviyyəsində olacaq. Yəni siz bu izaha baxaraq ümumi kimyanın ilk anlayışlarını çox əla bir şəkildə təşkil edə bilərsiniz. 5-ci suala baxaq. Hansı halda bəsit maddə haqqında söhbət gedir? Uşaqlar, biz bəsit maddə ilə kimyəvi element anlayışlarını bir-birindən fərqləndirməliyik. Bunu necə fərqləndirirdik? Belə bir şey yadınızda saxlayın ki, mürəkkəb maddənin tərkibində adı çəkilirsə, bu kimyəvi elementdir. Amma hər hansı bir qarışığın tərkibində, yəni məsələn, oksigen və yaxud da azot havanın tərkibində adı çəkilirsə, bu bəsit maddə kimi veriləcək. Həmçinin uşaqlar, bundan əlavə ərimə, qaynama temperaturu, rəngi, iyi verilirsə, həmçinin reaksiyada girmə qabiliyyəti, məsələn, hidrogen xlorla reaksiyaya daxil olur,
Oksigen hidrogenlə reaksiyaya daxil olur. Bunların hər biri verildikdə isə biz bunun bəsit maddə kimi götürəcəyik. Yəni siz yadınızda saxlayın ki, mürəkkəb maddənin tərkibində adı çəkilirsə kimyəvi elementdir, digərlərinin adının tərkibində çəkilirsə %95% bəsit maddə kimi olacaq. Yəni nə deməkdir bu? Birinci bizə verib oksigen kükürt qazının tərkibində. A variantını yazdım. Kükürt qazı nədir? SO2-dir. B variantında yazılıb mis kuporosunun tərkibində. Mis kuporosunun formulu kupr mesodur vurulsun 5 molsudur. C variantı. Baxın, azot havanın tərkibində. Biz nə dedik? Biz dedik ki, hər hansı bir qarışığın tərkibində adı çəkilirsə, bu bəsit maddə olacaq. Deməli, bizim doğru cavabımız olacaq C variantı. D variantında bizə verilib azot nitrat turşusunun tərkibində, yəni HNO3-ün tərkibində deyilir. Y variantında isə civə 2 oksidin tərkibində, yəni civə 10-un tərkibində adı çəkilir. Bunlar hər biri nə olacaq uşaqlar? Kimyəvi elementdən söhbət gedir. Amma hər hansı bir qarışığın tərkibində olduğu halda bu isə nədir? Bəsit maddə olacaq. Gəlin də 6-cı suala baxaq. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir? Yazıb, hidrogen suyun tərkibinə daxildir. Bəli, nədir? Suyun tərkibinə daxildir. Mürəkkəb maddənin tərkibində verilib. Mürəkkəb maddənin tərkibində verilirsə, bu kimyəvi element kimi göstəriləcək. Doğru cavabımız olacaq A variantı. Hidrogen ən yüngül qazdır deyir. Biz dedik ki, uşaqlar ərimə, qaynama temperaturu, rəngi, iyi, hər hansı bir reaksiyaya daxil olma qabiliyyəti verilirsə, bunların hər biri nədir uşaqlar? Bəsit maddə olacaq. Buna görə də B variantı bəsit maddə aiddir. Baxın, hidrogen oksigenlə reaksiyaya daxil olur. Bəsit maddə aiddir. Hidrogen reduks edicidir. Bəsit maddə aiddir. 2 həcm hidrogen, 1 həcm oksigen ilə guruldayıcı qaz əmələ gətirir deyir. Bu da reaksiyaya girmə qabiliyyəti ilə bağlı olduğuna görə bu da nə olacaq uşaqlar? Bəsit maddəyə aid olacaq. Kimyəvi element anlayışı sadəcə mürəkkəb maddənin tərkibində adı çəkilirsə, kimyəvi element kimi göstərəcəksiniz. Ümid edirəm ki, aydın oldu. 7-ci suala baxaq. Adi şəraitdə qaz halında 2 atomlu bəsit maddələr əmələ gətirən elementləri müəyyən edin. Gəlin müəyyən edək. Uşaqlar, biz bilirik ki, bəsit maddələr qaz, maye və bərk halda olurdu. Əvvəlcə bərk halda olan ümumi təşkil eləmək üçün bərk halda olanları yazıram sizə. Bərk halda olanlar hansılar idi? Biraz sərkəsiz oldu. Fosfor, kükürt, bor, bircə dəqiqə, bor, karbon, silisyum, kükürt yazdım, yod, təkrar yazmaq istəmirəm, kükürt yazdıq. Ondan sonra maye halda olanlara nə aid idi uşaqlar? Brom aid idi. Qaz halında olanları isə nə aid idi uşaqlar? Oksigen aid idi, ozon aid idi, flor, xlor, hidrogen, xlor yaxşı yazılmadı. Xlor, hidrogen, azotu aid eləyə bilərik. Uşaqlar, əsas qarışdırılan şeylər nədir? Əsas qarışdırılan şey odur ki, yod uşaqlar biz maye halda görürük, amma onun aqreqat halı bərk haldadır. Bunu yaddan çıxartmayın. Maye halda bromdur və qaz halda olan isə flor ilə xlordur. Əsas bunları yaddan çıxartmayın, qalanları bildiyimiz şeylərdir. İndi bizə qaz halında 2 atomlu bəsit maddələri istəyir bizdən. Gəlin yazaq. A variantında verilib oksigen və karbon. Karbon dedik ki, bərk haldadır. Buna görə də A variantını çıxdıq. B variantında kükürt və hidrogen. Kükürt dedik ki, bərk haldadır. B variantını çıxdıq. Flor və helyum. Florla helyum, flor qaz halındadır. Helyum isə uşaqlar 2 atomlu deyil, 1 atomludur bilirik ki. Təsirsiz qazlar helyum, neon, argon, kripton, ksenon hamısı nədir uşaqlar? 1 atomludur. Buna görə də C variantında çıxdıq. D variantında azotla xlor verib, yəni N2 və xlor2-dən söhbət gedir. Biz də az öncə qeyd elədik ki, baxın, xlor2 və N2 nədir uşaqlar? Qaz halındadır. Buna görə də bircə dəqiqə, qaz halındadır. Buna görə də bizim doğru cavabımız olacaq D variantı. Daha sonra 8-ci suala baxaq. Florla broma da baxsaq uşaqlar, brom da dedik ki, maye haldadır, flor isə qaz haldadır. Brom da orada pozmuş oldu. Müxtəlif cinsli qarışıqları müəyyən edin. İndi gəldik qarışıqlara. Biz bilirik ki, qarışıqlar iki cür olurdu.
homogen qarışıqlar və heterogen qarışıqlar. Yəni, eyni cinsli qarışıqlar və müxtəlif cinsli qarışıqlar. Su ilə qarışanda biz onu gözlə görürdüksə, bu müxtəlif cinsli qarışıq idi, gözlə görmürüksə, eyni cinsli qarışıq olurdu. İndi bizə verib birinci xörək duzu ilə su. Uşaqlar, biz xörək duzu ilə suyu nə ilə ayırırdıq? Buxarlandırma üsulu ilə ayırırdıq. Buxarlandırma üsulu nə idi uşaqlar? Eyni cinsli qarışıqların ayrılma üsullarına aid idi. Həmçinin duzlu suda həll edəndə nə olurdu uşaqlar? Su duz suda tamamilə həll olub gedir. Yəni biz onu gözlə görmürük. Gözlə görmürüksə bu nə olur? Eyni cinsli qarışıq olur. Müxtəlif cinsli istəyir bizdən. Birincini götürmürük, ikinciyə baxırıq. Kükürdlə su veribdi bizə. Kükürdlə suyu nə ilə ayırır uşaqlar? Süzmə ilə ayırırıq. Süzmə ilə ayrılır. Süzmə də bizdə nə idi? Müxtəlif cinsli qarışıqların ayrılma üsullarına aid idi. Buna görə də ikincisini biz götürürük. Üçüncüdə şəkərlə su verib, biz şəkər tozunu suya atanda neyini uşaqlar? Həll olur, gedir. Həll olur, gedirsə, biz onu gözlə görmürüksə, eyni cinsli qarışıq olurdu. Həmçinin şəkərlə suyun ayrılma üsulu nəyə aid idi uşaqlar? Buxarlandırmaya aid idi. Buxarlandırma da eyni cinsli qarışıq olacaq. Buna görə də üçüncünü də götürmürük, ikincini götürdük. Dördüncüdə isə təbaşirlə su veribdi. Təbaşirlə suyu da nə ilə ayırır uşaqlar? Süzmə üsulu ilə ayırırıq. Elə bilin ki, qum su və yaxud da təbaşir sudur. Bu da süzmə üsulu olacaq. Müxtəlif cinsli qarışıq olduğu üçün biz 2 ilə 4-ü götürmüş oluruq. 9-cu sualda eyni cinsli qarışıqları müəyyən etməyimizi istəyir. Gəlin baxaq uşaqlar. Bizə glukoza ilə su verib. Glukoza nədir uşaqlar? Glukoza sadə monosaxariddir. Yəni glukozanın əsas tərkib hissəsi şəkərdən ibarətdir. Şəkər isə neyinir? Suda həll olur. Şəkər suda həll olduğu üçün uşaqlar eyni cinsli qarışıq olacaq. Eyni cinsli qarışıq olduğu üçün həmçinin buxarlandırma üsuluna aid olunacaq. İkincidə neftlə suyu veribdi bizə. Neft suda həll olmurdu. Suyun üzərində yığılıb qalırdı. Bunun səbəbi nə idi? Sıxlığı az olan maddə üstdə qalırdı. Ona görə də neft suyun üzərində yığılırdı. Sıxlığı az olan maddə yuxarıda yığılır. Sıxlığı çox olan maddə isə aşağıda qalır. Bu da müxtəlif cinsli qarışıq oldu. Müxtəlif cinsli qarışıq oldu. Birincini götürdük. Üçüncüdə xörək duzu ilə suyu veribdi. Eyni ilə eyni cinsli qarışıqdır. Buxarlandırma üsuluna aiddir uşaqlar. Buxarlandırma üsuluna aiddir. Ondan sonra bizə verilib qum ilə su. Bu da nədir uşaqlar? Qum suda həll olmurdu. Süzmə suyu ilə ayrılırdı. Müxtəlif cinsliyə aid idi. Bizdən eyni cinslini istəyir. Eyni cinsli də 1 ilə 3 olacaq. Doğru cavabımız da olur 1 və 3 Y variantı. Aha, indi saf maddələrlə qarışıqların bir-birindən fərqini öyrənməliyik. Saf maddə nə idi? Qarışıq nə idi? Saf maddə ilə qarışığı ayırmağı bilmək lazımdır uşaqlar. Əgər bizə maddənin formulunu yazmağa imkan verirsə, bu saf maddədir. Yaza bilmiriksə, bu qarışıq maddədir. Yəni, bizə birinci verilib şəkər uşaqlar. Şəkərin ümumi formulu kimi biz C12, H22, O11 şəklində yaza bilərik. Şəkərin formulu yazıldığı üçün saf maddə olacaq. Yəni, formulu yaza bildimsə, saf maddədir. İkincidə benzin yazılıb. Benzinin formulunu yazmaq mümkün deyil uşaqlar. 10-cu suala baxırıq, özür istəyirəm uşaqlar. Hava verilibdir bizə. Havanın formulunu yaza bilmədiyimiz üçün biz onu qarışıq kimi götürürük. Yəni, ikincini götürdük qarışıq kimi. Üçüncüdə benzin verilibdir. Benzinin də formulunu yaza bilmədiyimiz üçün uşaqlar nədir o da? Qarışıq olacaq. Buna görə də bizim doğru cavabımız oldu 2 və 3 A variantı. Digər suala baxaq. Eyni ilə buradan saf maddəni istəyir. Saf maddələrin formulunu yazmaq mümkün idi. Birincidə bizə verib oksigen. Oksigen yaza bilirik formulunu. O2 şəklində yazılır. İkincidə benzin verilib. Benzinin formulunu yaza bilmirik. Bu qarışıq olacaq. Üçüncüdə bizə verilib sirkə turşusu. Sirkə turşusunun da formulu yazıla bilir uşaqlar. Onun da formulu olacaq CH3 COOH.
Doğru cavabımız oldu. 1 və 3, yəni A variantı. 12-ci suala baxaq. Kondensləşmə zamanı maddənin aqreqat halı dəyişir. Bu da birinci qrupda istifadə olunan ən məşhur suallardan biridir. Bunu əzbər bilmək vacibdir uşaqlar. Gəlin belə bir sxemi yazaq sizin üçün. Bərk halda olur. Maye hala keçid var. Mayədən də qaz hala keçid var. İndi bunu yazsaq biz. Bərk halda maye hala keçəndə ərimə hadisəsi baş verirdi. Maye haldan qaz hala keçəndə nə olurdu? Buxarlanma hadisəsi baş verirdi. Qaz haldan maye hala keçəndə kondensləşmə olurdu. Maye haldan bərk ilə keçdikdə isə donma baş verirdi. Həmçinin uşaqlar yadınızda qalsın ki, bərk haldan qaz hala keçdikdə sublimasiya hadisəsi baş verir. Qaz haldan da bərk hala keçid baş verdikdə isə desublimasiya hadisəsi baş verir. Kondensləşmə zamanı maddənin aqreqat halı dəyişir. Kondensləşmə nədir uşaqlar? Görürük ki, qaz haldan maye halına keçid kondensləşməyə aiddir. Buradan da bizim doğru cavabımız olacaq yalnız 2. Digər suala baxaq. Hansı maddələrin müsbət 20 dərəcədən müsbət 70 dərəcəyə qədər temperatur intervalında aqreqat halı dəyişmir? Dəyişmir deyir. Uşaqlar, bu da birinci qrupda istifadə olunan, ən geniş istifadə olunan suallardan biridir. Yadınızda saxlayın ki, maddələr ərimə temperaturuna qədər bərk halda olurdu. Ərimə temperaturundan qaynama temperaturuna qədər maye halında olurdu. Qaynama temperaturundan yuxarı temperatura qədərsə nə olurdu? Qaz halında olurdu. Gəlin indi bir-bir yazıq. Bizə X üçün verib ərimə temperaturu. Baxın, belə yazıram, istəyirsiniz belə yazaq. Ərimə temperaturuna qədər bərk haldadır. Daha aydın olsun deyə yazıram bunu uşaqlar geniş şəkildə. Ərimə temperaturundan qaynama temperaturuna qədər maye haldadır. Qaynama temperaturundan yuxarı temperaturda isə qaz halında olacaq. İndi bizə verib müsbət 20 dərəcə ilə müsbət 70 dərəcə. Əvəz X üçün ərimə temperaturunu qeyd edirəm. Müsbət 40 dərəcə. Qaynama temperaturunu da qeyd edirəm müsbət 120 dərəcə. Müsbət 20 dərəcə hardadır uşaqlar? Görürük ki, müsbət 20 dərəcə bərk haldadır. Müsbət 70 dərəcə isə ərimə temperaturu ilə qaynama temperaturu arasında düşdüyünə görə maye halda olacaq. Deməli, aqreqat halı bərk halda maye hala dəyişəcək. Daha sonra Y üçün yazıram. Baxın, Y üçün yazıram, Z üçün də yazacağam indi. Y üçün bizə verib müsbət 15 dərəcə. Qaynama temperaturunu da verib müsbət 200 dərəcə. Ərimə temperaturunu Z üçün -10. Qaynama temperaturunu isə müsbət 80. İndi baxsaq, müsbət 20 dərəcə maye halındadır. Müsbət 70 dərəcədə maye halındadır. Buna görə də maye halında olduğu üçün hər ikisi aqreqat halı dəyişməyəcək. Y-i götürdük. Z-də isə müsbət 20 dərəcə maye halındadır. Baxın, burada yerləşir. Müsbət 70 dərəcədə maye halındadır. Buna görə də aqreqat halı dəyişmədiyinə görə Z-i də biz götürəcəyik. Bizim doğru cavabımız oldu D variantı. 14-cü suala baxaq. Elementlər və allotropik şəkil dəyişmələri. Uşaqlar, sizin üçün ən asan olan bir şey deyirəm. Yadınızda saxlayın ki, karbon, oksigen, fosfor, silisium, kükürt, allotropik şəkil dəyişmələri mövcuddur. Biz bunun adını copsis kimi qiymətləndirə bilərik. Yəni, copsisi yazdınız. Karbon, oksigen, fosfor, silisium və kükürt. Bu formada yazanda bu elementlər allotropik şəkil dəyişmə əmələ gətirir, digərləri isə allotropik şəkil dəyişmə əmələ gətirmir. Bunu yadınızda saxlasanız sizə bəs eləyir. İndi biz birinizdə yazıb allotropik şəkil dəyişmə əmələ gətirməsin. Biz nə dedik? Oksigen, fosfor, silisium əmələ gətirir. A variantına avtomatik çıxdıq. Fosfor əmələ gətirir. B variantına avtomatik çıxdıq.
Natrium, kalsium, fosfor yazıbdı. Fosfor var. C variantında çıxdıq. D variantında azot, xlor, maqnezium, bəli, allotropi şəkil dəyişmə əmələ gətirmir. Oksigen, fosfor, karbon isə allotropi şəkil dəyişmə əmələ gətirir. D variantında doğru cavab kimi götürdük. Y variantında kükürt də allotropi şəkil dəyişmə əmələ gətirdiyi üçün Y variantında biz buradan çıxdıq. Doğru cavabımız oldu D variantı. Hansı mərhələlərdə fiziki hadisə baş verir? Burada dördüncüdən sonra su buxarı olmalıdır uşaqlar. Burada su buxarı var. Su buxarı. Fiziki hadisənin baş verdiyini istəyir bizdən. Gəlin baxaq. Biz fiziki hadisəni kimyəvi hadisəni fərqləndirməliydik. Necə fərqləndirirdik? Fiziki hadisə zamanı maddənin yalnız aqreqat halı dəyişirdi. Kimyəvi hadisə zamanı isə maddənin tərkibi dəyişirdi. Yəni, sublimasiya hadisəsi, ərimə hadisəsi, buxarlanma, qaynama, donma kimi bütün bu hadisələrin hər biri nə idi? Fiziki hadisə idi. Çürümə, turşuma, qıcqırma, paslanma və s. kimi hadisələrin hər biri isə kimyəvi hadisədir. İndi gəlin baxaq uşaqlar. Bizə verib buz. Buz neyinir? Bərk haldadır, suya keçir, yəni bərk haldan maye halına keçid vardır. Ərimə prosesi baş verir. Ərimə prosesi baş verdiyi üçün nə olacaq? Fiziki hadisə olacaq. İkincidə verib bizə su. Su parçalanıb, hidrogen əmələ gətirib deyir. Yəni neyinib? Bir maddədən iki müxtəlif maddə alındı uşaqlar. Tərkib dəyişdi. Tərkib dəyişdiyinə görə bu kimyəvi hadisə olacaq. Üçüncüdə bizə verib hidrogenlə su alınsın. Hidrogenlə suyu almaq üçün hidrogen üzərinə oksigen gəlməliyik ki, suyu alaq. Buna görə də bu da kimyəvi hadisə olacaq. Tərkib dəyişəcək. Dördüncüdə isə sudan su buxarını alıbdı. Su maye halındadır, su buxarı qaz halındadır. Maye haldan qaz halına keçid baş veribdir. Buxarlanma hadisəsi baş veribdir. Buna görə də nə olacaq? Buxarlanma oldu, fiziki hadisə oldu. Dördüncünü də götürdük. Bizim doğru cavabımız oldu 1 ilə 4. 16-cı suala baxaq. Buxarlandırma üsulu ilə ayrılması şəkildəki kimi olarsa, X və Y maddələrini müəyyən edin. Biz nə görürük şəkildə? Biz görürük ki, X və Y maddələri bir-birində həll olubdur, Y maddəsi isə yuxarıya doğru uçub gedir. Yəni, bu nə deməkdir uşaqlar? Bu təbii ki, zaten yazıbdır, buxarlandırma hadisəsidir. Məsələn, buna biz şəkərlə suya aid edə bilərik, duzla suya aid edə bilərik və biz burada Y-in buxarlandığını, çıxıb getdiyini görürük. Deməli, Y sudur ki, buxarlanır və yerdə qalan duz və yaxud da şəkərdir ki, qabın dibinə çökür. Buradan biz Y-in su olduğunu müəyyən eləsək, avtomatik dərəcədə A variantını, C variantını, B variantını deyəndə çıxarıq, bizim doğru cavabımız qalar Y variantı. 17-ci suala baxaq. Bu da qarışdırılan sualların içərisindədir uşaqlar. Ümumi təcrübələrin ardıcıllığını istəyir bizdən. Gəlin baxaq. Əvvəlcə nə bilərik? Əvvəlcə biz kükürt verib bizə, dəmir qırıntısı veribdir bizə, bir də xörək duzu verib. Əvvəlcə biz bunu ayırmaq üçün maqnitlə təsir eləyərək dəmiri biz bunların içərisindən ayırıb götürürük. 3-lə başladıq. Daha sonra bizdə qalır nə uşaqlar? Kükürtlə və duz. Duzu suya atıb qarışdırırıq. Duzu suya atanda nə olur? Duzlu su yaradır. Kükürdü isə süzüb ayırırıq. Kükürdü süzüb ayırdıq mı? Həmçinin duzlu suda qaldı mı? Duzlu suda biz onu ayırmaq üçün buxarlandırma üsulundan istifadə edirik. Burada da duzlu sudan ayırmış oluruq. Buna görə də əvvəlcə biz maqnitlə təsir elədik. Daha sonra duzu suya atdıq, qarışdırdıq. 4 şəklində yazdıq. Daha sonra kükürt qırıntılarını aparmaq üçün süzmə üsulundan istifadə elədik. Yerdə qalan duzlu suyu da ayırmaq üçünsə buxarlandırma üsulundan istifadə elədik. Doğru cavabımız da oldu B variantı. Bu da ən çox qarışdırılan sualların içərisindədir uşaqlar. Gəlin bu sualı tam başa düşmək üçün diqqətlə dinləyək. Bizə cədvələ əsasən X, Y, Z maddələri vermişdir və müxtəlif həlleyicilərdə həll olma qabiliyyəti verilib. X, Y, Z maddələrinə ibarət qarışığı ayırmaq üçün həlleyicilərdən hansı ardıcılıqla istifadə etmək lazımdır?
Gəlin baxaq uşaqlar. Bizə verilib X, Y, Z maddələri, həlledici kimi verilib su, spirt və efir. X üçün həll olmayanları mənfi ilə işarə edirəm, həll olanları isə müsbətlə işarə edirəm. Uşaqlar, X, Y, Z maddələrini bir-bir həll eləsək, bunları bir-birindən ayrı edə bilərik. Yəni, biz elə bir həlledici götürməliyik ki, yalnız bir maddə həll olsun. Gəlin baxaq. Yəni, nə demək istəyirəm? Biz görürük ki, su Y maddəsində həll eləyir, Z maddəsində həll eləyir, spirt X maddəsində həll eləyir, efir isə X maddəsində həll eləyir, Y maddəsində həll eləyir. Biz nə dedik? Biz dedik ki, elə bir həlledici götürməliyik ki, həmin həlledici yalnız bir maddəni həll etsin. Biz də görürük ki, spirt yalnız bir maddəni, yəni X-i həll eləyir. Əvvəlcə biz spirti götürərək X-i həll eləmiş olarıq. Yəni, spirti götürdüm, X-i həll elədim, X-in altında olan bütün müsbətləri də, mənfiləri də sildim. Bunu belə rahatlıqla, qəşəngcə silərək biz sualın davamına baxarıq. Birinci götürdük spirt. Daha sonra görürük ki, su yenə Y ilə Z-i həll eləyir, efir isə yalnız Y-i həll eləyir. Biz də dedik ki, elə həlledici götürməliyik ki, yalnız bir maddə həll olsun. Deməli, ikinci biz nəyi götürəcəyik? Efiri götürəcəyik ki, efir Y-i həll eləsin. Y-in altında olan bütün hər şeyi də silsək, su da Z-i həll eləmiş olacaq. Əvvəlcə biz spirti götürdük, daha sonra efiri götürdük, daha sonra isə suyu götürdük. Doğru cavabımız oldu A variantı. 19-cu suala baxaq. Aşağıdakı cədvəldə X, Y, Z maddələrinin müxtəlif həlleyicilərdə həll olma qabiliyyəti göstərilmişdir. Bizə eyni ilə X, Y, Z verib, həlledici kimi 1, 2, 3 yazıb. İndi gəlin yazıram. Həll olmur, həll olmur, həll olur, həll olur, həll olur, həll olmur, həll olmur, həll olur və həll olur. Aha, gəlin baxaq. Görürük ki, birinci həlledici yalnız Z həll eləyib. İkinci həlledici X həll eləyib, Z həll eləyib. Üçüncü həlledici isə Y həll eləyib, Z həll eləyib. Biz də dedik ki, elə bir həlledici götürməliyik ki, yalnız bir maddəni həll eləsin. Əvvəlcə biz nəyə götürəcəyik? Biri götürəcəyik ki, bir Z-i həll eləsin. Z-in altında olan hər şeyi də sildim. Daha sonra biz görürük ki, ikinci həlledici Y ilə X-i həll eləyir, üçüncü həlledici isə yalnız Y-i həll eləyir. Deməli, biz əvvəlcə biri götürməliyik, daha sonra üçü götürməliyik ki, üçüncü də neynəsin? Yalnız Y-i həll eləsin. İkinciyə də qaldı, yalnız X-i həll eləmək. Buna görə də əvvəlcə biri götürdük, daha sonra isə üçü götürdük. 20-ci suala baxaq. Hansı halda kimyəvi hadisə baş verir? Biz dedik ki, uşaqlar, fiziki hadisə ilə kimyəvi hadisə bir-birindən fərqlənirdi. Fiziki hadisə zamanı maddənin yalnız aqreqat halı dəyişirdi. Kimyəvi hadisə zamanı isə maddənin tərkibi dəyişirdi. Gəlin bizə verilənlərə baxaq. Birincidə bizə verilib kalium manqan O4. Kalium manqan O4 neyinib? Qızdırılıbdır burada. Qızdırıldıqdan sonra təbii ki, uşaqlar, parçalama hadisəsi baş verir. Kalium manqan O4 parçalanır. Parçalama nəticəsində alınır. Kalium 2 manqan O4, manqan O2 və O2. Deməli, nədir? Kimyəvi tərkib dəyişdi. İkincidə bizə verilib natrium 2O ilə suyu veribdir. Natrium 2O, natrium oksidinin üzərinə suyu gəlirik. Su ilə reaksiyası nəticəsində alınır uşaqlar natrium hidroksid. Yəni, kimyəvi tərkib dəyişir. Kimyəvi tərkib dəyişdiyi üçün kimyəvi hadisə olur. Daha sonra bizə verilib silisium O2, üzərinə gəlinsin su. Silisium O2 qumdur uşaqlar. Qum suda həll olmur. Suda həll olmadığı üçün hər hansı bir dəyişiklik baş vermir. Buna görə də bu olacaq fiziki hadisə.
həll olma qabiliyyəti ilə bağlı idi bu. Dördüncüdə isə bizə verilib, bu şəkil bura düşüb uşaqlar, yod verilibdir. Yod neyinibdir? Görürsünüz ki, qızdırma baş verilibdir burada. Burada su. Səhv düşüb uşaqlar. Sublimasiya hadisəsidir. Yod bərk haldadır. Sublimasiya hadisəsi nəticəsində qaz halına keçir. Burada su yəni buradakı suyu deyir. Buxarlanır, qaz halına keçir. Sublimasiya hadisəsi də nə idi uşaqlar? Fiziki hadisə idi. Buna görə də biz bunu götürmürük. Kimyəvi hadisələrimiz olacaq 1 ilə 2. 21-ci suala baxaq. Hansı ifadələr doğrudur? Bizə saf su veribdir, xörək duzu veribdir, bir də etil spirtini veribdir bizə. Bunları müqayisə eləməyimizi istəyir. Gəlin baxaq uşaqlar. Biz burada qaynama temperaturunun zamandan asılı olaraq sabit olduğunu göstərən bir qrafik görürük. Bu da ikinciyə aiddir. Biz bilirik ki, saf maddələrin xassələri zamandan asılı olaraq dəyişmirdi, yəni sabit qalırdı. Buna görə də ikinci xətt bizdə nəyə aid olacaq? Saf suya aid olacaq. Üçüncünü götürdüm. İndi qaldı bizdən xörək duzu ilə etil spirtini müqayisə eləməyimiz. Biz görürük ki, birincidə yuxarıya doğru qalxıbdır, üçüncü isə daha aşağıdadır, ikincidən daha aşağıdadır. Uşaqlar, xörək duzunun formulu natrium xloriddir. Etil spirtinin formulu isə C2H5OH-dır. Bunun ən yaxşı müqayisə üsulu nədir? Yadınızda saxlayın ki, natrium xlor nə idi uşaqlar? İon rabitəsindən ibarət idi. Metal ilə qeyri-metal birləşməsindən ion rabitəsi yaranırdı. İon rabitəsini qırmaq üçünsə bizə çox böyük enerji lazımdır. Buna görə də xörək duzunun suda məhlulunun qaynama temperaturu nə olacaq? Daha yüksək olacaq. Amma etil spirti özü hidrogen rabitəsindən ibarətdir. Hidrogen rabitəsinin qaynama temperaturu daha aşağı olacaq. Qaynama temperaturu aşağı olduğu üçün üçüncü xətt olacaq. Bizdə hidrogen rabitəsi, yəni etil spirtinin suda məhluluna aiddir. Birinci xətt isə xörək duzuna aiddir. Təbii ki, burada düzgün cavab verin. Bu dəqiq burada bu olar ki, baxın. Yəqin ki, səhvli düşüb. Birinci xətt isə xörək duzunun suda məhluluna aiddir. Doğru cavabımız oldu 3, 4, 5. Daha sonra 22-ci suala baxaq. Ayrıcı qıfdakı maddələri müəyyən edin. Ayrıcı qıf nə idi uşaqlar? Sıxlıqların müxtəlifliklərinə əsaslanırdı. Biz demişdik ki, sıxlığı az olan maddə yuxarıda yerləşirdi. Sıxlığı çox olan maddə isə aşağıda yerləşirdi. X-la Y veribdi bizdən. Ayrıcı qıfda ayrılanda yuxarı hissədə nə qalırdı? Benzin təbii ki, suda həll olmadığı üçün benzin yuxarıda qalır. Su isə aşağıda qalır. Buna görə də birincini götürürük. İkincidə su benzin verilibdir. Xeyr uşaqlar, su aşağıda qalmalıdır. Etil spirti ilə su distillə ilə ayrılma üsuluna aiddir. Su ilə bitki yağı verilibdir. Su yuxarıda qala bilməz, aşağıda qalmalıdır. Bitki yağı ilə su isə doğru verilibdir. Doğru cavabımız oldu 1 və 5. İndi biraz daha mürəkkəb suallara keçirik. Bizdən qaz halında X, Y, Z maddələrinin kütlələrinin həcmlərindən asılı qrafik verilmişdir deyir. Qazların sıxlıqlarını müqayisə edin. Uşaqlar, ən önəmli hissələrdən biri də budur. Biz maye və bəşlərdə sıxlığın sabit kəmiyyət olduğunu bilirdik. Yəni, sıxlıq nə idi? Nə kütlədən asılı idi, nə də həcmdən asılı idi. Rho həcmdən asılı deyildi. Rho kütlədən asılı deyildi. Qazlarda isə sıxlıq rho bərabərdir m böl v idi. Sıxlıq kütlədən düz asılı idi. Həcmdən isə nə idi uşaqlar? Tərs asılı idi. X, Y, Z maddələrinin kütlələrinin həcmdən asılı qrafikini istəyir bizdən. Sıxlıqları müqayisə etmək. Zaten qaz halında olanlar dediyi üçün bizə yuxarıdakı qrafik yox, aşağıdakı qrafik lazımdır. Kütlə həcmdən düz asılıdır. Yəni m bərabərdir rho v-dir.
Görürük ki, x-in kütləsi ən böyükdür, həcmi isə ən azdır. Y-in kütləsi biraz da x-dan azdır, həcmi isə x-dan biraz çoxdur. Sıxlığın çox olması üçün uşaqlar, kütlə nə etməlidir? Çox olmalıdır. Çünki rho m-dən düz asıdır. Biz də görürük ki, x-in kütləsi y-dən, y-in kütləsi də z-dən böyükdür. X böyükdür, y böyükdür, z olduğu üçün kütlələr də düz asılı olduğu üçün sıxlıqda rho 1 də, yəni rho x da böyükdür rho y-dən, o da böyükdür rho z-dən. Buna görə də doğru cavabımız olacaq A variantı. 24-cü suala baxaq. Hər hansı maddənin maye, qaz, aqrrat halları üçün doğru olanla müqayisələri müəyyən edin. Gəlin müəyyən edək uşaqlar. Bizdə sıxlıqlar verilib, molekular arası məsafə verilib və molekular arası cazibə qüvvəsi verilib. Uşaqlar, əvvəlcə sizə belə bir asan bir şey deyim. Nədir bu asan bir şey? Biz bilirik ki, bərk halında olan maddələrdə nə edir? Hissəciklər bir-birlərinə çox sıx yerləşir. O qədər sıx yerləşir ki, bərk olur. Maye halda isə onlar biraz daha seyrək olur. Maye halda. Qaz halda isə daha seyrək olur. Demək olar ki, onların seyrəkliyi daha çoxdur. Yəni, ümid edirəm bu fərqi görə bildiniz. İndi sıxlıqları müqayisə eləməmizi istəyir. Uşaqlar, biz nə görürük? Biz görürük ki, bərk halında olan maddə nədir? Daha sıx yerləşir. Maye halındakı nədir? Biraz daha az ondan sıx yerləşir. Qaz halındakı isə ondan daha az sıxlıqda yerləşir. İndi sıxlıqları müqayisə eləsək, maye ilə qazı verdiyi üçün bunun sıxlığı, təbii ki, mayenin sıxlığı nə olar? Qazdan böyük olar. Düzdürmü? Birinci bizdə səhv oldu. Molekullar arası məsafə. Biz nə görürük? Görürük ki, mayelərdə molekullar arası məsafə daha böyükdür, qazlarda isə mayələrinkindən daha da böyükdür. Çünki, baxın, bunlar arasında bir azca sıxlıq varsa, bunlar arasında isə artıq yetərincə sıxlıq azalıb. Qazlarda məsafə daha çox olduğuna görə molekullar arası məsafəsi də daha böyük olacaq. İkinci doğrudur. Molekullar arası cazibə qüvvəsi. Qazlarda uşaqlar məsafə çox olduğuna görə cazibə qüvvəsi də nə olacaq? Zəif olacaq. Çünki onlar arasındakı məsafə böyükdür. Məsafə böyük olduğu üçün onların bir-birini cəzb eləmə qüvvəsi daha zəif olacaq. Mayelərdə isə cazibə qüvvəsi daha güclüdür. Buna görə də molekullar arası cazibə qüvvəsi deyəndə 1 böyükdür 2 olacaq. Doğru cavabımız da oldu 2 və 3 Y variantı. 25-ci suala baxaq. X mayesi üçün A-nın B-dən asılı qrafikinə əsasən doğru verilmiş halları müəyyən edin. Bizə verib maye uşaqlar. Mayedə nə dedik? Biz dedik ki, maye və bəşliklərdə sıxlıq sabit cəmiyyət idi, nə kütlədən, nə də həcmdən asılı deyildi. Bizə verilib kütlə, A üçün verilib kütlə, həcm üçün isə verilib V, yəni B üçün də verilib V. M də bərabərdir rho V olduğu üçün nə olacaq? Kütlə həcmdən düz asılı olacaq. Birinci doğru oldu. İkinci də sıxlıq verilib. Sıxlıq dedik ki, mayelərdə və bəşlərdə nə kütlədən, nə də həcmdən asılı deyil. Buna görə də ikinci səhv oldu bizdə. Üçüncüdə isə qaynama temperaturunun həcmdən asılılığı verilib. Uşaqlar, təbii ki, qaynama temperaturu həcmdən düz asılıdır ifadəsi səhvdir. Niyə səhvdir? Çünki, məsələn, 1 litr suyun özü də 100 dərəcədə qaynayır, 5 litr suyun özü də 100 dərəcədə qaynayır. Yəni, həcm nə olursa olsun, qaynama temperaturu eynidir. Sadəcə, zamanlar fərqlidir ki, yəni 1 litr suyu, məsələn, biz 10 dəqiqə qaynadırıqsa, 5 litr suyu biz yarım saatda qaynadacağıq. Buna görə qaynama temperaturunun həcmlə asılılığı əlaqəsi yoxdur. Çünki 1 litr su da yenə 100 dərəcədə qaynadı, 5 litr su da yenə də 100 dərəcədə qaynadı. Doğru cavabımız oldu C variantı. 26-cı suala baxaq. X, Y mayelərinin, kütlələrinin, həcmlərindən asılı qrafikin əsasən hansı ifadələr, hansı müqayisələr doğru verilmişdir?
Gəlin baxaq uşaqlar. Bizə verilib X və Y mayelərinin nəyi görürük? Kütlələri bərabərdir. Y-in həzmi isə, baxın, Y-in həzmi isə X-dan böyükdür. Y-in həzmi X-dan böyükdür. Gəlin baxaq. Bizə verilib molekullar arası cazibə qüvvəsi. Y-in həcmi nədir? Çoxdur. Y-in həcmi çox olduğu üçün molekullar arası cazibə qüvvəsi də nə olacaq? Az olacaq uşaqlar. Çünki həcmi çox olur. Həcmi çox olduğuna görə onun cazibə qüvvəsi az olacaq. Müqayisələr doğru verilmişdir deyir. X və Y maddələrində burada nəsə səhvlik var deyəsən uşaqlar. Şərti düzəldib gəldim uşaqlar, üzürlü sayın. Birincidə bizim üçün şərti verib X böyükdür Y. Molekullar arası cazibə qüvvəsi biz dedik ki, Y-in həcmi çox olur. Həcmi çox olduğuna görə molekullar arası cazibə qüvvəsi də az olacaq. Buna görə də X-in cazibə qüvvəsi Y-dən böyük olacaq. Birinci ifadəmiz doğrudur. İkincidə bizə sıxlıq veribdir. Sıxlıq mayelərdə nə kütlədən, nə də həcmdən asılı deyil. Yəni Y-in sıxlığı böyük deyil. İkinci bizdə səhv olacaq. Molekullar arası məsafə deyir. Y-in həcmi böyükdür. Y-in həcmi böyük olduğuna görə molekullar arası məsafəsi də böyük olacaq uşaqlar. Buna görə də X böyükdür Y yox, Y böyükdür X olardı. Buna görə də üçüncü ifadə səhv olur. Doğru cavabımız da olacaq yalnız 1. Üzürlü sayın uşaqlar, bu hissələr yazmaq, əlavə eləmək yadımdan çıxıb. 27-ci suala baxaq. Kütlə həcm qrafiki verilən X, Y, Z maddələrindən X və Z bir-birində həll olduğu halda Y-də həll olmur. Bu maddələrin eyni bir qab içərisində vəziyyətini müəyyən edin. Biz nə deyirik? Görürük ki, X və Z bir-birində həll olur. X ilə Z bir-birində həll olursa, bunlar ya yuxarıda olmalıdır, həll olmuş şəkildə ya da aşağıda olmalıdır. Yəni bizdən Y-in harda olduğunu soruşur. X ilə Z bir-birində həll olduğu üçün X ilə Z bir yerdə oldu. Qaldı bizdə C ilə D variantı. Qrafikə baxsaq uşaqlar, rho bərabərdir, M bölünsün V-dir. Düzdürmü? Buradan görürük ki, X-in kütləsi ən çoxdur. Həcmi isə X-in ən az olacaq. M bərabərdir rho V-dir. Yəni, kütlə həcmdən düz asılıdır. Həmçinin sıxlıqdan da düz asılıdır. Y-in kütləsi ən az olduğu üçün Y-in sıxlığı da ən az olacaq. Sıxlığı az olan neyinirdi? Qabın üzərində qalırdı. Buna görə də Y sıxlığı az olduğuna görə qabın üzərində qalacaq. Doğru cavabımız da olacaq C variantı. Ümid edirəm aydın oldu. 28-ci suala baxaq. Qarışığın ayrılma üsulu verilmişdir. Doğru verilmiş halı müəyyən edin. Bu ayrılma üsulu hansına aiddir uşaqlar? Distillə ilə ayrılma üsuluna aiddir. Əvvəlcə biz görürük ki, qızdırma aparılıbdır. X buxar halına keçibdir. Daha sonra isə soyudulubdur. Bir qabdansa digər bir qaba keçid eləyib. Bu proses nə adlanırdı uşaqlar? Distillə adlanırdı. Distillə ilə bir-birində həll olan mayeləri ayırmaq üçün istifadə eləyirdik. Biz görürük ki, X maddəsi ayrılıb digər qaba keçib. Spirtlə suyu müqayisə eləsək, spirtin qaynama temperaturu daha aşağı olduğuna görə, yəni sudan daha aşağı olduğu üçün o bu qabda dayanmayacaq, digər qaba keçid eləyəcək. Bunun ayrılma üsulu oldu distillə. Distillə ilə ayrılma üsuluna biz etil spirtinə su aid edə bilərik. Etil spirtin də qaynama temperaturu daha aşağı olduğu üçün nə edəcək? Digər qaba gələcək. Buna görə doğru cavabımız olacaq Y variantı. 29-cu suala baxaq. X və Y-dən ibarət qarışığın distillə üsulu ilə ayrılması verilmişdir. Hansı ifadələr doğrudur? Distillə üsulu ilə ayrılır. Y neyiniyib? Uşaqlar, eyni ilə yuxarıdakı suala oxşuyur. Ayrılıb keçib digər qaba. Distillə üsuludur. Distillə üsulu olduğu üçün X plus Y homogen qarışıqdır. Bəli, etil spirti ilə su nədir? Homogen qarışıqdır.
X mayedir, Y bərk haldadır. Xeyr, etil spirti də maye halındadır, su da maye halındadır. Buna görə də maye qarışıqları ayırmaq üçün istifadə edirdik distilli üsulundan. Y-in qaynama temperaturu X-dan azdır. Bəli, biz nə dedik? Dedik ki, tutaq ki, etil spirtlə suyu götürsək, etil spirtinin qaynama temperaturu daha aşağı olduğuna görə o digər qaba keçid eləyibdir. Buna görə də üçüncü ifadəmizdə doğru olacaq. 1, 3, doğru cavabımız B variantı. Daha sonra keçid edək digər bir suala. X, Y, Z mayelərinin əmələ gətirdiyi qarışıqlar üçün hansı ifadələr doğrudur? X ilə Y eyni qabda həll olub uşaqlar. Burada isə X ilə Z bir-birindən ayrılıb. Birinci qarışıq heterogen qarışıqdır. Uşaqlar, birinci qarışıq heterogen qarışıq ola bilməz. Birinci qarışıq təbii ki, homogen qarışıqdır. Çünki nədir? Eyni bir yerdə dayanıblar. Eyni bir qabda olduğu üçün bunu heterogen qarışıq kimi götürə bilmərik. İkinci qarışıq ayrıcı qıfla tərkib hissələrinə ayrılır. Biri yuxarıda, biri aşağıdadır. Ayrıcı qıfla ayrıla bilər. Doğru götürdük. X-in sıxlığı Z-in sıxlığından çoxdur. Sıxlığı az olan yuxarıda yerləşirdi, çox olan aşağıda yerləşirdi. Deməli, X-in sıxlığı azdır. Üçüncü ifadəmiz də səhv oldu. Doğru cavabımız oldu yalnız 2. 31-ci suala baxaq. Distilli üsulu ilə X, Y maddələrinin ayrıcı qıflı isə X, Z maddələrinin ayrılması verilmişdir. Hansı münasibətlər doğrudur? Gəlin baxaq uşaqlar. Biz az öncə də bunları qeyd elədik. X, Y distilli üsulu ilə ayrılıbdır. Y neyinibdir? Digər qaba keçid eləyibdir. Deməli, Y-in qaynama temperaturu daha azdır. X-in qaynama temperaturu isə daha çox olacaq. Birinci ifadəmiz doğru oldu. İkincidə qaynama temperaturunu artıq bunu müqayisə elədik, səhv oldu. Üçüncüdə isə sıxlıqları müqayisə eləməyimizi istəyir. Sıxlığı az olan yuxarıda yerləşirdi, çox olan isə aşağıda yerləşirdi. Deməli, Z böyükdür, nə olmalıdır? X olmalıdır. Üçüncü ifadəmiz də səhv olacaq. Doğru cavab oldu, yalnız 1. 32-ci suala baxaq. Qarışığın ayrılma üsulları verilib. Uşaqlar, distillər nə idi? Qaynama temperaturunun müxtəlifliyinə əsaslanırdı. Məsələn, spirt ilə suyu biz distilli üsuluna aid edə bilərdik. Durutma üsulu sıxlıqların müxtəlifliyinə əsaslanırdı. Neftlə suyu, yağla suyu biz durutma üsuluna aid edə bilirik. Xromatoqrafiya üsulu isə adsorpsiya, yəni udulmaya əsaslanırdı. Udulma qabiliyyətinə aid olduğu üçün də biz bunu udulma qabiliyyətinə uyğunlaşdıra bilərik. Doğru cavabımız da olur. Bunu bura uyğunlaşdırsaq, bunu da bura uyğunlaşdırdıq. B variantı. 33-ə baxaq. A-nın tərkibinə daxil olan azot öz fərdi xassələrini itirir. B-nin tərkibindəki azot isə fiziki üsullarla ayırmaq olur. Hansı ifadələr doğrudur? Əla. Bu çox gözəl suallardan biridir uşaqlar. Biz bilirik ki, saf maddələr öz fərdi xassələrini itirirdi. Yəni, məsələn, hidrogen və oksigen özü qaz halındadır. Amma onlar neynirlər? Birləşib su yaradırlar. Buna görə də saf maddə öz xassələrini itirir. Bu deməkdir ki, A saf maddədir. B isə fiziki üsullarla ayırmaq olur deyir. Qarışıqları fiziki üsullarla ayırmaq olur uşaqlar. Məsələn, eyni cinsli qarışıqlar, müxtəlif cinsli qarışıqlar. İndi bizdən hansı ifadələrin doğru olduğunu istəyir? A saf maddədir. Bəli, A saf maddə oldu. B-yə əmələ gətirən maddələri yalnız müəyyən kütlə nisbətində götürmək olar. Uşaqlar, saf maddələri dəqiq çəki nisbətində götürə bilirdik. Məsələn, su 2 bölünsün 16. Qarışıqları isə istənilən çəki nisbətində götürmək olur. Burada isə müəyyən kütlə yazılıbdır. Xeyr, istənilən çəki nisbətində götürmək olduğu üçün ikinci səhv olacaq. A eyni növ, B isə müxtəlif növ molekullardan ibarətdir. A safdır deyə bir növ molekullardan ibarətdir. B isə qarışıqdır deyə, məsələn, hava qarışıqdır, onun tərkibində isə müxtəlif növ molekullardan ibarət olur. Üçüncü ifadəmiz də doğru oldu. Doğru cavabımız oldu D variantı. 34-cü suala baxaq. Maye halda X saf maddəsinin temperaturunun zamandan asılı qrafikinə əsasən deyilən fikirlərdən hansı doğrudur? Bu da ən gözəl suallardan biridir uşaqlar. Yəni, bu da ən çox istifadə oluna biləcək sual tiplərindən biridir. Temperaturun saniyədən asılılığını veribdir bizə. Yəni, belə bir qrafik çəkirəm.
biz bilirik ki, bu əvvəlcə maye halındadır. Daha sonra maye qaz keçidi baş verir. Burada isə qaz halında olur. İndi biz gəlin bu hissələrdə çəkim. Nə verib bizə görək baxaq. Bura T1 T1 daha sonra buranı birləşdirib T2 veribdi. Oy. Bircə dəqiqə uşaqlar. T2 veribdi. Bu hissədə isə T3 şəklindədir. Bu T3'dür. Tabir anında maddə qaz halındadır verilibdi. Tabir anında uşaqlar nə olubdu? Əvvəlcə maye halındadır. Qızdırdıqda isə maye qaynamağa başlayır. Maye qaz keçidi baş verir. T3 anında isə maddə qaz halında olur. Birincidə maddə qaz halındadır deyirsə, uşaqlar təbii ki nə olacaq? Maye halında olacaq. Buna görə də birinci ifadəmiz səhvdir. T2 anında maddə qaynamağa başlayır. Bəli, neyinir? Baxın, T2 anında maye qaz keçidi baş verir. Qaynamağa başladığı üçün ikinci ifadə doğru olacaq. T3 anında isə maddə maye haldadır. Biz görürük ki, T3 anında maddə qaz halındadır. Üçüncü ifadə də səhv olacaq. Buna görə də doğru cavabımız olur yalnız 2. Bundan bir dənə də sual var uşaqlar. Orada aydın olmayan hissəyə bir daha baxarıq. Nə aydın olmasa orada bir daha baxacağıq. Kimyəvi hadisələr müəyyən edin. Kimyəvi hadisələr nə idi uşaqlar? Kimyəvi tərkib dəyişirdi. Birincidə verib kondensləşmə, qaz halda maye hala keçid baş verdiyi üçün fiziki hadisədir. Paslanmadır uşaqlar, tərkib dəyişir. Tərkib dəyişdiyi üçün kimyəvi hadisə olacaq. Mis məlumatların üzərinin yaşıl örtüklə örtülməsi təbii ki, kimyəvi hadisədir, tərkib dəyişir. Ərimə, bərk haldan maye hala keçiddir, fiziki hadisədir. Havadan oksijenin alınması distillə prosesidir uşaqlar. Bu da fiziki hadisə olacaq. Buna görə də doğru cavabımız olur 2, 3. B variantı. 36-cı suala baxaq. Ağzı açıq qabda qaynaması zamandan temperaturunun zamandan asılılıq qrafiki verilmiş X üçün hansı ifadələr doğrudur? Biz görürük ki, qaynama temperaturu zamandan asılı olaraq dəyişib. Biz də bilirik ki, sıxlıq, ərimə, qaynama temperaturu, donma temperaturu, elektrik keçiriciliyi, həll olma qabiliyyəti kimi bir sıra fiziki xassələr vardır ki, bu saf maddələrə aiddir. Yəni, saf maddələrin fiziki xassələri zamandan asılı olaraq dəyişmirdi, sabit olurdu. Deməli, bu ifadə, bu qrafik nəyə aiddir uşaqlar? Qarışıqlara aiddir, saf maddəyə aid ola bilməz. Çünki temperatur zamandan asılı olaraq dəyişibdir. Birinci ifadəmiz səhv oldu. Müxtəlif növ molekullardan təşkil olunub. Bəli, qarışıqlar müxtəlif növ molekullardan təşkil olunub. Az öncə də qeyd etdik, məsələn, havadır, qarışıqdır, onun tərkibində müxtəlif növ molekullar vardır. Üçüncüdə yazıb, fiziki xassələri sabitdir. Qarışıqların fiziki xassələri nədir? Dəyişkəndir. Buna görə də üçüncü ifadədə nə olacaq? Səhv olacaq. Doğru cavabımız oldu B variantı. Aha, baxın bu sual deyirəm. Uşaqlar, burada artıq görürük ki, 1, 2 xət var. Bir xət olanda, baxın, bir xət olanda nə oldu? Bir dənə keçid yazdıq. Amma artıq burada 2 xət var. Bu deməkdir ki, burada keçid 2 dəfə yazılacaq. Yəni, nə demək istəyirəm? Əvvəlcə bərk halda olacaq. Daha sonra bərk maye keçidi baş verəcək. Daha sonra maye halda olacaq. Maye qaz keçidi baş verəcək. Baxın. Maye qaz keçidi baş verəcək. Daha sonra isə qaz halda olacaq. Bu 4-cü qrupda istifadə olunan sualların içərisindədir uşaqlar. Yəni, diqqətlə qulaq asın burada. Keçidləri bilmək lazımdır. Bizdən 100 dərəcədə maye halda olduğunu deyir. 100 dərəcə harada yerləşir uşaqlar? Bax, təxmini burada yerləşir. Biz nə görürük? Biz görürük ki, baxın, fərqli rənglə yazıram. 100 dərəcə gəlir, düşür bura. Bu dərəcəyə düşdüyünə görə 40 ilə 160 arasında yerləşdiyi üçün maye halda olacaq. Birinci ifadə doğrudur. Temperaturu 120 dərəcədən 180 dərəcəyə qədər artıqsa, molekullar arası məsafə dəyişir. Yəni, nə deməkdir bu uşaqlar? 120 dərəcədə
maye halındadır. 180 dərəcədə isə nədir? Baxın, 180 dərəcədə qaz halındadır. 120 dərəcədə maye, 180 dərəcədə qaz halında olduğuna görə maye ilə qaz keçidində molekullar arası məsafə artır. Molekullar arası məsafə artdığına görə bu doğru olacaq. Üçüncüdə isə 160 dərəcədə əriyir deyir uşaqlar. 160 dərəcədə maye qaz keçidi baş veribdir. Yəni qaynama hadisəsi baş veribdir. Yəni burada hər hansı bir ərimə hadisəsi baş verməyib. Buna görə də üçüncü ifadəmizdə səhv olacaq. 38-ci suala baxaq. Son iki sual uşaqlar. Bunlar artıq model suallardır. 4-cü qrupda istifadə olunan suallardır. Bunu istəyirsinizsə birinci qrup uşaqları qulaq asmaya bilər. Amma qulaq assaz da yaxşıdır. Gəlin baxaq görə bizə nə deyir. Sabit temperaturda, qapalı qabda X, Y, Z maddələrinin qatlıqlarının zamandan az sonra dəyişməsi qrafiki verilmişdir. İfadələrdən hansı doğrudur? Bizə verilib ki, X reaksiya məhsuldur. Tabir anında reaksiya tarazlıqdadır. Baxın uşaqlar, biz bilirik ki, reaksiyaya daxil olan maddələr zaman keçdikcə azalırdı, reaksiyadan alınan maddələr isə zaman keçdikcə artırdı. Biz də görürük ki, Z azalıb, Y azalıb. Deməli, Z ilə Y azaldığına görə reaksiyaya daxil olan maddələrdir. Z ilə Y yazdım, reaksiyaya daxil olan. X nə edib? Reaksiyadan alınıbdır. X artıbdır ki, artdığı üçün reaksiya məhsul olacaq. X oldu məhsul. İndi baxaq. X reaksiya məhsuldur. Bəli, birinci ifadə doğrudur. Tabir anında reaksiya tarazlıqdadır. Biz görürük ki, uşaqlar tabir anında nə edibdir? Reaksiya tarazlıqda olubdur. Çünki Z-də, X-də, Y-də tabir anından sonra sabit qalıbdır. Üçüncüdə yazıb, tarazlıq anında Z-in qatılığı Y və X-in qatlığından çoxdur. Biz görürük ki, uşaqlar Z nədir? Ən yuxarıdadır. Tarazlıq anında da Z ən yuxarıda olaraq qalıbdır. Deməli, Z-in qatlığı elə ən çoxdur ki, o yuxarıda qalıb. Hər üçü də doğru olacaq. Doğru cavabımız olur B variantı. 39-cu suala da baxaq uşaqlar. Bununla da yekunlaşdıraq. 39-cu sualda model suallar, 4-cü qrup model sualdır. Bizə X, Y, Z, T maddələr verilib. Bir-birində yaxşı qarışan maddələrin hamısının maye halda olduğunu nəzərə alaraq hansı ifadələr doğrudur? Biz görürük ki, Y-in qaynama temperaturu sabit deyil. Amma X, Z və T-nin qaynama temperaturları isə sabit verilibdir uşaqlar. Biz burada nə görə bilərik? Biz görə bilərik ki, X, Z və T saf maddə olacaq. Niyə? İndi deyə bilərsiniz ki, niyə bunlar saf maddədir? X, Z və T saf maddədir. Y isə nədir? Qarışıqdır. Bunun səbəbi nə ola bilər uşaqlar? Bunun səbəbi odur ki, sıxlıq, ərimə qaynama temperaturu, donma temperaturu zamanla asılı olaraq saf maddələrdə sabit idi. Burada da X, Z və T üçün saf maddələrin qaynama temperaturu sabit verib. Amma Y qarışıqmış ki, onun qaynama temperaturu sabit deyil. İndi variantlara baxaq. Y və T eyni maddədir. Xeyr, Y qarışıqdır, T saf maddədir. X, Y, Z eyni maddədir. Xeyr, Y qarışıqdır, X ilə Z saf maddədir. Z mayesi, yəni saf maddə X və Y-in qarışığıdır. Xeyr, saf maddə necə qarışıqlardan ibarət ola bilər uşaqlar? D variantında X mayesi Y və Z-in qarışığıdır. Xeyr, X maddəsi safdır. Y və Z qarışıqlarını ola bilməz. Həm saf, həm də qarışıqdan ibarət ola bilməz. Y variantında Y mayesi X və Z-in qarışığıdır. Bəli, bu ola bilər. Çünki Y özü nədir uşaqlar? Qarışıqdır. Z ilə X da saf maddədən ibarətdir. Qarışıq da saf maddələrdən ibarət ola bilir. Buna görə də doğru cavabımız olacaq Y variantı. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Ümid edirəm ki, ümumi təkrarı birlikdə bacara bildik. Aydın olmayan hissələrdə sizə burada bir daha ətraflı, daha aydın şəkildə izahını verə bildim. Çalışacağım digər mövzularında belə ümumi suallar şəklində düzəldib sizə izahlarını paylaşa bilim uşaqlar. Yenidən deyirəm ki, PDF əldə etmək istəyirsinizsə, aşağıda yazılmış əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Oradan yaza bilərsiniz. WhatsApp nömrəsində mən sizə PDF-i göndərə bilərəm. Aydın olmayan hissələrdə burada əvvəl özünüz işləyib, daha sonra aydın olmayan hissələrə, bilmədiyiniz hissələrə baxa bilərsiniz. Ümid edirəm ki, hər şey aydın oldu. Gələcək mövzuların izahında görüşənə qədər.